O söhbəti əslində heç yəni elə olmalı deyildi. Nəsə yönü belə gəldi çıxdı. Bilirəm ki, o mənada da deməlisiniz. Xalqını, bəli, millətini kim olmağından asılı olmayaraq sevən bir şəxsəm mən. Orada söhbət musiqi zövqlərindən gedir. Kimin harada nə iş görməsindən əlbəttə danışılmır orada. Peşədən bəli, təbii ki. Valla Ucqar kənddə dağın başında elə musiqi zövqü olan insan var ki, heç ömrü boyu heç Bakı şəhərində görməyibdir. Amma o qədər muğamatımızı və yaxud da aşıq musiqizmi və yaxud mahnılarımızı, bəstəkar elə zövqlü insanlarımız var. Dünyanın hər bir yerində var bu insanlarımız. Elə təhsilli, ziyalı dediyimiz insanlar var ki, elə belə, necə deyim, çox belə aşağı səviyyədə bir musiqi zövqü var. Və onların məclisində gedib elə müğənniləri görə bilərik ki, yəni özümüz təcrübə edirik ki, yəni belə, yəni bu adamlar belə, yəni bunlar var. Biz bayağı dediyimiz musiqilər kiməsə xoş olan musiqilərdir, o da zövq məsələsidir. Qətiyyən, burada insanların zövqündən söhbət gedir. Zövqündən orada danışılıbdır. Xahiş edirəm ki, yəni tamaşaçılarımız Moskvadan da, Rusiyanın başqa şəhərlərindən də mənə çoxlu yazdılar Instagramıma, çoxlu zənglər də oldu, köməkçimə də, yəni efirdən də, Instagramda da, axırı Instagramın mesaj yeni bağlamışdı ki, gəlməsin bunlar. Əlbəttə ki, mən düşünürəm ki, bunu algılamaq o qədər də çətin bir şey deyil. Sadəcə olaraq insanlar da o səbri yoxdur bugün ki, o axıracan qulaq assınlar. Söhbət nədən gedir? Yəni belə bir hal oldu. Ona görə demək istəməmişdi. Mən də elə dinlədim əslində, sonuna qədər dinlədim. Yəni o fərqi yoxdur. Harada yaşamağından, necə yaşamağından, hansı peşənin sahibi olmağından. Əsas odur ki, hər kəsin bayaq da qeyd etdiyimiz kimi bir musiqi zövqü var. O musiqiyə də qulaq asırlar, dinləyirlər. Amma bizim Azərbaycanımızın o qədər gözəl musiqiləri var.